28 dekabr 2025-ci ildir və həftənin bazar günü dəyərli izləyicilər bir son dəqiqə xəbərini sizinlə bölüşüm. Çünki günlərdir bu barədə danışırıq ki, Ermənistandan Azərbaycana hansı məhsullar gələcək və Azərbaycan bazarında hansı erməni məhsulları satılacaq. İndi Ermənistan bu mövzu ilə bağlı rəsmən bir açıqlama verib. Bəli, Ermənistandan Azərbaycana ixrac mümkündür. Bu barədə Ermənistan İqtisadiyyat naziri Georg Papayan dekabrın 28-də, yəni bugün jurnalistlərlə söhbətində bildirib. Arxasınca isə detallara toxunub bu Papayan deyib ki, təkcə idxal deyil, həm də ixrac mümkündür. Biraz gözləyin, hər şey mümkündür deyib. Biz Gürcüstan dəmir yollarından kifayət qədər rəqabətli qiymət aldıq. Ona görə də çoxlu imkanlar var. Düşünürəm ki, Gürcüstan və Azərbaycan tərəfləri tezliklə daha bir uğurlu müqavilə elan edəcəklər və biz bunu təsdiqləyəcəyik deyə nazir bildirib. News.am isə Ermənistanın Azərbaycana nə təklif edə biləcəyi ilə bağlı sualına cavab olaraq Papayan belə cavab verib ki, malların siyasi artıq hazırdır. Diqqətlə dinləyin, nələr gələcək, nələr Bakı bazarlarında, Azərbaycan bazarlarında ola bilər. Malların siyahısında alüminium, sonra heyvandarlıq, sonra meyvə-tərəvəz və məhsulları və müəyyən içkilər və müxtəlif növ tekstil məmulatlar ola bilər. Beləliklə deyir, iş gedir və danışıqlar aparılır. Siyahı artıq açıqlanıb. Mən isə sizdən soruşuram, Ermənistandan gələcək alüminiuma, heyvandarlıq məhsullarına, meyvə-tərəvəzə, müəyyən içkilərə, məsəl üçün belə deyək də erməni çaxırına və yaxud da erməni konyakına, müxtəlif növ tekstil məmulatlarına bizim ehtiyacımız varmı? Alarsınızmı bazarda bu malları görsəz? İndiki məqamda bu barədə nə düşünürsünüz? Lütfən şərhlərdə bu barədə yazın, dəyərli izləyicilər.